Çox maraqlıdır. Bəs gündəlik olaraq bizə misal üçün ailədən gələn belə bir ənənə var ki, gündə 3 dəfə mütləq yemək yeməlisən. Saatlar da bəllidir əlbəttə ki. Vaxt keçdi, zaman keçdi. Əslində insan 3 dəfə yeməyə də bilər. Yəni 2 dəfə də yesə kifayətdir. Misal üçün biz bu günlərin yeməyimizi 2 dəfəyə salmışıq. Amma yenə də baxıram ki, rasiondan bir çox şeylər var ki, onları çıxarda bilmirəm. Bunda özüm də əziyyət çəkirəm. Amma biraz da araşdırıram. Baxıram ki, ümumiyyətlə gündə bir dəfə yemək belə kifayət edir insana. Mən sizə bir dənə söz deyim. İndi inciyən incisin. Deməli, Budda deyib, mənim sözüm deyil, Budda deyib ki, gündə 3 dəfə heyvan yeyir, insan gündə 2 dəfə yeyir, deməli, mənəvi yolla gedən 1 dəfə yeyir gündə. Bir dəfə yeyir. İnşallah biz də ora çatarıq Rasimə. İnşallah. Okey, Rasimə, bəs qidalarımızın neçə faizi? Məsələn, deyirlər ki, yaşıllıq çox yeyin, rəngli tərəvəzləri çox yeyin. Bəzi tərəvəzlər var ki, ümumiyyətlə onları deyir, pişirin, yeyin. Burada bax, mən istərdim siz bizə sirlər açasınız. Sirlər belədir ki, insanlar müxtəlifdir. Даже yoqada əslində bu Ayurvedanın konsepsiyasıdır doşa. Da ki, elə adam var ki, o daşı da əridər mədəsində. Amma elə adam var ki, o da mütləq bişmiş olsun hər şey. Başa düşürsünüz? Onun həzmi çox çətin gedir. Ona görə o insanın xüsusiyyətdən, psixofiziki tipindən asılıdır. Kim nə yeməlidir? O insan var. Lakin mən bilirəm ki, hamıya o bitki mənşəli yeməklər düz gəlir. Siz ət yeyəndə, bu ət, fəqirin ödür, tovuq, balıq, mal əti, siz yeyəndə ondan cəmi 20% enerji alırsınız. Amma ona sərf edən enerji qat-qat çoxdur. Ona görə insan ət yeyəndən sonra yuxu basır adamı. Ağırlıq gəlir. Amma yemək, o qidadan siz hiss edirsiniz ki, enerji almışsınız, yuxu basmır sizi. Deməli, o faydalı qidadır. Bəs Rasimən, bizim, misal deyirsiniz, indi ət yeyəndə 20%, dilimizdə olan dad məməcikləri var da. Oradan biz o həzzi alırıq. O həzz onda alladır bizi əslində. Yox, bilirsiniz, bu dad məsələsi uşaqlıqdan gəlir. Uşaqlıqda nə yedizdirirsinizsə uşağa, o ona meyilli olur. Ona görə ki, cürbəcür ailələr var. Ki, bu uşaq üçün bu deməli qida xoşuna gəlir, amma o bir uşaq üçün xoşuna gəlməyə bilər. Çünki bu evində belə şeylər pişirməyiblər. Ona görə də bu nədir? Bunu da adam yeyər. Bu belədir. Yəni ki, bu mental şablon deyirlər də. Şuur altında o mental şablonlar var. Onunla gedir. Ona görə çox vaxtı təzə ailə quranda qız evində gördüyünü pişirir, əridir, bu nədir? Bu nə pişirmirsən? Mənim xoşum gəlmir. Başlayır dava. Da başa düşmürlər ki, bu ailədə bunu yeyiblər. Düzdür. Biz qaynanamla bir evdə qalırdıq hələ o vaxtı. Mənə görə dolmanın, misal üçün kərəm dolması ancaq bir üsulda pişirmədi. O da mənim anamın pişirdiyi üsul idi. Başqasınınki mənə görə o kələm dolması dedi. Yarpağa bükülmüş nəsə sayılırdı. Kələmə bükülmür. Mən qaynanam gilə gələndə, ora gəldik. Mən baxdım ki, onlar da kələm dolması bişirir. Onlar da onu dolma deyirlər. Onlar o dolmanı 60 ildir yeyirlər və bəhbəhlə yeyirlər. Mən başa düşdüm ki, dolma bir brenddir. Hər özü kimi
Özün bildiği kimi pişir. Ben orada onun pişirdiğini de öğrendim. Öz pişirdiyimizi de öğrendim. İndi mesela yoldaşım deyir ki, mən anamki kimi kotlet istəyirəm. Gedirəm öyrənirəm ki, siz onu necə eləyirsiniz? Ha, o deyir ki, bax mən bunu halbuki mən onu bəyənmirəm. Misal üçün də, yəni Siz bəyənmirəm. müdrik adamsınız ki, ona göre ama çoxsu deyir ki, yox, Hə. sen yemirsən, mən daha pişirməyəcəm. Özün bilərsən, get ayrı yerdə ye. Yox, mən çalışıram onu da başa düşüm. Çünki mən başa düşürəm ki, o da, yoldaşım da ailə qurana qədər o ananın yeməyini yeyib də. Yəni Bəli. başa düşüləsidir. Mən özüm də istəyərdim ki, bu düzgün olsun ümumiyyətlə. Rəsmən biz ailə içinə gəlmişkən, bu həyatda bir çoxsu düşünür ki, misal üçün də anası tanış eləsə də və yaxud da özü tapsa da, bir dösü narazılıq olur. Hə, hardan gəldi, tapdı bu məni? Heç mən bunu istəmirdim. Mən heç bununla ailə qurası dedim, amma necə sonra ailə olublar artıq. Burada belə narazıçılıqlar yaranır da, amma əslində başa düşməlidir ki, əslində vəsilə olan bəlkə ailədir, bəlkə işdir, amma Allah bunu sənə yazıb. Sən bu adamı ailə qurmalıydın, bu adamla da həyatını çözməliydin. Belə olur ki, məsəl çözmürlər, Rasim müəllim, ailələr dağılır. Mən başa düşdüm sualınızı. Əslində qalsa keçmişdə təbəqələr var idi. Cürbəcür təbəqələr. Mən keçən dəfə danışmışdım. Və təbəqələr arası deməli kəbin eləmirdilər. Yəni ki, sən bu təbəqədənsən, deməli sənin mədəniyyətin, sənin inandığın şeylər eyni olmalıdır. Kristalografiyada belə bir şey var. Mən onunla müqayisə edirəm. Deməli, bəzi vaxtda kristala ayrı atom, ona oxşamayan atom, tutaq ki, kalsi, maqni əvəz edə bilər. Çünki onların atom, deməli, radiusları 15% fərqi var onların arasında. Deməli, insanların arasında da mədəniyyət, sonra tərbiyə və sonra mülk cəhətdən 15-20% fərq olmalıdır. Başa düşürsünüz? Onda, demirəm, onda da ola bilər, amma ayrılma faizi çox aşağı olur. Da kimi gördü küçədə getmə gözümdən, gedərəm özümdən, belə şey olmamalıdır. Gərək burada insan başa düşməlidir ki, bu bizə yarayır, yoxsa yaramır. Çünki bu bir günlükdür, 2 günlükdür, ömrlük olmalıdır. Bəli, bəli. Bir də anlamaq vacibdir. Sonra deməli evlənməkdən belə var. Çox dava eləyirlərsə, deməli karmik şeydir, kəbindir. Sonra bir-birini yaxşı başa düşürlərsə, o deməli qohumluq kəbinidir. Yəni qohum da deyirlər. Deməli bunların qəlbləri qohum kimidir. Bir də var ki, alovu əkizlər. Onlar çox az olur. Tutaq ki, bir neçə milyon bir dənə cütdük. O da harada yaşayırlarsa, mütləq görüşəcəklər, evlənəcəklər və bir yerdə yeri tərk edəcəklər. Bir gündə. Bir gündə. Bu çox redki olur. Çox maraqlıdır əslində.